Salam, hər birinizi xoş gördük. Sizlərlə ata və ana şəfalanması meditasiyasını yerinə yetirəcəyik. Meditasiyaya keçmədən öncə kanala abunə olmağı, səhifəni bəyənməyi, videonu paylaşmağı və komment yazmağı unutmayın. Rahat bir pozisiya alın. Otura da bilərsiniz, uzana da bilərsiniz. Ən yaxşı halda oturmağınız və ayaqlarınızın yerə toxunması daha məsləhətlidir. Burunla nəfəs alın, ağızla nəfəsi verin. Burunla nəfəs alın, ağızla nəfəsi verin. Burunla nəfəs alın, ağızla nəfəsi verin. Bir neçə dəfə bunu təkrarlayın və hər nəfəs alışınızda burnunuzdan ağappaq bir işıq enerjisinin bədənimizə daxil olduğunu və ağzınızdan bu nəfəsi buraxarkən qapqara bir enerji topunun bədənimizi tərk elədiyini təsəvvür edin. Nəfəs alın, nəfəsi verin. Artıq bütün bədəniniz rahatlayır. Bədən, zehin və ruh hər üçü bir kombinasiya yaradır. Və özünüzü bir çəmənlikdə təsəvvür edin. İstənilən yerdə özünüzü təsəvvür edə bilərsiniz. Meşədə, çəmənlikdə və yaxud da başqa bir yerdə. Hava qəşəngdir, günəşlidir. O rahatlığı bədəninizdə hiss edin. Və qarşıya doğru irəliləyin. Gəzirsiniz və ətrafa baxırsınız. Qarşınızda yerin dərinliklərinə doğru enən bir pilləkanlar görəcəksiniz. Yaxınlaşın və bu pilləkanları aşağıya doğru enməyə başlayın. Enin, enin, enin və artıq qarşınızda bir qapı var. Bu qapıya yaxınlaşın. Qapını açın və artıq siz bir evə daxil olursunuz. Bu evə daxil olduqda qarşınızda bir uşağın yerdə oyuncaqlarla oynadığını görürsünüz. Yaxınlaşın o uşağa. Onunla üzbəüz dayanın. Bu uşaq kimdir sualını verin. Və artıq bu uşağın sizin özünüz olduğunu anlayırsınız, qəbullanırsınız. Çox gözəl. Və o uşağa baxın və ona deyin ki, səni görürəm, səni sevirəm, səni qəbul edirəm. Bəlkə də sənin düşündüyün kimi, sənin planladığın kimi biri olmamışam. Buna görə səndən üzr istəyirəm. Qəlbimdən sənin qəlbinə sevgi işığı göndərirəm. Onu qucaqlayın. Qəlbinizdən onun qəlbinə sevgi işığı axsın. Və ona deyin ki, səni sevirəm, üzr istəyirəm. Məni bağışla, təşəkkür edirəm. Səni sevirəm, üzr istəyirəm, məni bağışla, təşəkkür edirəm. Bir daha səni sevirəm, üzr istəyirəm, məni bağışla, təşəkkür edirəm. İndi isə uşağı buraxın öz oyunlarını oynamağa və evin içinə baxdıqda öz atanızı və ananızı görəcəksiniz. Yaxınlaşın onlara. Ağlamaq hissi gələ bilər sizə. Normaldır, buraxın o hissləri, ağlayın, rahatlayın. Yaxınlaşın hər ikisinə. Və onların sizə necə baxdığına fikir verin. Ola bilər onlar bir-biri ilə dava eləsinlər,
və yaxud da çox xoşbəxt bir həyat yaşamış olsunlar. Bu onların həyatlarıdır və onların seçimləridir. Hər ikisinə yaxınlaşın və onlara baxaraq deyin ki, ata və ana, sizi görürəm, sizi sevirəm, sizi qəbul edirəm. Mənim valideynlərim olduğunuz üçün sizə təşəkkür edirəm. Bəzi zamanlarda sizi anlamamışam, bəzi zamanlarda sizi anlamaq istəməmişəm. Bəzi zamanlarda siz məni anlamamışsınız, bəzi zamanlarda siz məni incitmişsiniz. Amma indi anlayıram ki, siz bunların heç birini bilərəkdən etməmişsiniz. Əgər mənə hansısa qadağaları qoymusunuzsa, bu sizin məni qorumaq hissiniz, sizin özünüzün şuur altında olan qorxularınız olduğunu artıq anlayıram. Hər şey üçün sizə təşəkkür edirəm. Sizi sevirəm, üzr istəyirəm. Məni bağışlayın, təşəkkür edirəm. Sizi sevirəm, üzr istəyirəm. Məni bağışlayın, təşəkkür edirəm. Sizi sevirəm, üzr istəyirəm. Məni bağışlayın, təşəkkür edirəm. Aramızda sevgi və qan bağı xaric bütün negativ bağlar kəsilməsinə niyyət edirəm. Artıq rahatlayırsınız. Bədənimizə sanki müsbət bir enerji axır. Və indi o balaca uşağı götürün qucağınıza. Gətirin ata-ananızın yanına. Onu qucaqlasınlar. Orada xoşbəxt ailəni görün. Və onlara təşəkkür edin. Yaradandan gələn şərtsiz sevgi sizin olduğunuz yerə axsın, evə axsın. Geriyə dönün və qarşınızda yeni bir qapı var. O qapını açın və işığa doğru irəliləməyə başlayın. Dərindən nəfəs alın, nəfəsi verin. Bir neçə dəfə bunu təkrarladıqdan sonra artıq yavaş-yavaş əlinizi və ayaqlarınızı tərpədib meditasiyadan oyana bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənməyi və yazmağı və paylaşmağı unutmayın.